Çox maraqlı bir məqam var. Deyir ki, mənim filmimə baxıb Əli bəy məni axtarır. Mən də onu axtarıram. O Brüsseldə, mən buraxıdılar buradadır. O Allahın bir qismətidir. Baxmışdı. Dedim mən bu adamla tanış olmaq istəyirəm. Qismətlə. Bir də görüb qapını biri zəng edib, mesaj göndərir. Bu qapı gəldi, onlar məsələn evdə tanış oldu. Və evdə birlikdə mən səni axtarırdım. Səni Allah gətirdi. Deməli, niyyətim aradın qismətlə. Mənzilim var. Hə, mənzilim. Belə ürəyim. Siz burada dəvət olmuşsunuz, rejissor, ondan sonra siz, filmin qəhrəmanlar. Bizlər isə rəssamlarıq, tamaşaçılarıq. Və biz istəyirik ki, bu filmin çox az baxılması bizə çox pis təsir edib hamımıza ki, niyə belə az? Bu da bizə elə gəlir ki, bunun zəif raskrotka olmasından. Ona görə beləncik qərara gəldi bu yoldaşlar. Ağsaqqal burada bu kişidir, sonra mənəm, sonra İlqardır. Ona görə də istədik ki, bunu bir görüşə çevirək, bir diskusiya çevirək. Çünki siz bugün hardasa nətər deyim, sorulanlar, dəvət olunanlar siyasındasınız. Yəni siz sözləriniz orada demişsiniz. Bu dəfə siz tamaşaçısınız. Sizə ola bilsin ki, söhbətlərdən hər hansısa bir anlaşılmayan olsa sizdən sorulacaq. Onda o sualları siz cavab edəcəksiniz. Bu studiyanı biz 3-4 ildir, 4-cü ildir açmışıq. Adı da Asiman Studiyadır. Bura bilirsiniz ki, Sumqayıt rəssamların, yəni özü Sumqayıt rəssamlarıdır. Və bizim mərkəzə gəlməyimizdə elə məqsədimiz odur ki, o danışılan incəsənətdir, mədəniyyətdir, tariximizdir. Bunları biz daha da geniş yaya bilək. Burada çox maraqlı bizim tanışdıqlarımız, görüşlərimiz olur. Tədbirlər olur. Hər bir yeni qonağımız bizim üçün bir insan böyük varlıqdır. Yəni çox maraqlı varlığı odur ki, hər bir insan 8 milyarddan hər biri bir fərqli bir dünyadır. Ona görə mənim yanaşmam odur ki, hər bir insan təkrar olunmazdır, unikaldır. İkincisi də qədimdən gələn qan yaddaşının yüklüsüdür, yəni missiyası var və içində bir sərvət daşıyır. Və çox istəyirəm ki, hər kəs də bilsin ki, o həyat ona bir hədiyyə kimi verilib. Yəni həmişə yüksək əhval-ruhiyyədə olsun, inamlı olsun. Bir İntiqam bir söz dedi ki, milli ideologiya. Toplum var ki, millət deyil, ancaq ideologiya şey eləyir də. Bizdə Allah'a şükür ortada böyük bir kökü olan bir millət var. Sadəcə olaraq onun indi bax, Rövşən müəllim bunu düzüb qoşub, yaradıcılıq eləyir. Bax, həmin indi hansı film haqqında biz qonaqlara fikir mübadiləsi aparmaq istəyirik. Məsələn, çox mən hörmət eləyirəm onun, sevirəm onun sənətin. Çünki onun yaradıcılığı, bəli, həqiqətən içindən gələn bir şeydir. Bax, həmin o dediyim təkrar olunmaz, unikal, qan yaddaşından gələn bir şeydir. Onun bütün əsərləri mən sevirəm və çox istəyirəm ki, o daha böyük, geniş, tək Azərbaycanda yox, elə bizim o mədəniyyətimizi tanımaq üçün, onu sevmək üçün yəni yaymaq lazımdır. Ona görə burada bir gün deməli Tərlan müəllimdir, İntiqamdır, İlqardır, Rövşən müəllimdir, Əli bəydir. Bir də bizim Samir dostumuzdur, o da elm adamıdır. Xoş gəlmişsiniz. Çox istəyirəm ki, bax, gözəl müzakirələr eləyəsiniz burada. Yeni ideyalar gəlsin, daha da yayılsın. Uğurlar. Təşəkkür. Əgər mümkünsə sıra növbəsindən gedirsə, mən bir kəlmə deyim. İqbal müəllim qəşəng təqdim elədi.
Məsələ buradadır ki, İlman müəllim həyəcandan biraz yanından çıxdı. Biz burada tanış olanda müəllifin ötən il yox, iniş il ilk filmin burada Kətan Vətən filmini çəkiləndə əsas hissələr burada çəkilir. Ona görə də film doğrudan da çox uğurlu alındı. Ondan danışmırıq, biz indi başqa filmdən danışırıq. Məsələ ondadır ki, indi bəzi rəssamlar, bəzi tarixi versə, indi tutalım Picasso işləndə ki, çıxıb öz masterskoyundan gəzməyə çıxır Parisin şəhərinin içərisində, bütün rəssamlar qaçıb gizlənir ki, gəlin mənim masterskoyuma girməsin. Niyə görə? Picasso üçün çox məşhur olmuşdur. Hər hansı bir rəssam yenilik eləsə, onu Picasso öz əsərinə tətbiq etsə, ona inanacaqlar, ona yazacaqlar. Picasso olmasını yazmır. Amma İlman müəllimin bu ocağı, eləcə də bizim bu digər qardaşlar hansı ki başına toplayıb, o qədər belə səmimi auradadır ki, adam elə istəyir ki, bura gedib bir də gəlir. Və məxsusi olaraq biz bu ideyanı atanda müxtəlif fikirlər olanda mən deyim, yox, burada eləyək və çox yaxşı olsun ki, hamımız gələk burada o filmi elə bil ki, bir balaca bir diskusiya ilə tartışaq, bir-birimizdən nəyisə öyrənək. Müəllim, təşəkkür edirik. Hələ filmin 3 versiyası, 3 seriyası əmələ gəlib. Amma əsas siz dediyinizə görə hələ ikisi də olacaq. Və bu da nə ilə bağlıdır? İndi həm biz yoldaşlar bilsin, həm də bildiyiniz kimi o sənədli filmlər, indi televiziyanın hamının tanışlığı var. Adətən bir seriyada olur və bizim də filmimiz bir seriyadadır. Amma müəllim o materialları çəkib, ortalığa çıxardandan sonra rəhbərlik qarşısında məsələ qaldırıb ki, mən bunu olsa çəkmişəm də, sizin bu xərcləriniz falan artıq hamısı məndə var. Amma bunu kəsib doğramaq günahdır. Doğrudan da çətindir. Sən o cür adamları topala bir yerdə, həm tarixçini, həm xalçasını, həm onun sənətşünasını, həm rəssamını və bu fikirləri çıxardı ortaya. Bunlar doğrudan da bu vaxta qədər deyilməyən, hamı da bilir hardasa kimə lazımsa. Amma bunu yığasan bir filmə və böyük bir kütləyə bunu yayasan, bu çox böyük işdir və doğrudan da burada tək o sənətkarlıqdan başqa həm də bir o milli qeyrət məsələsi var. Milli yanaşma var. Bir zad məsələsi var ki, vətənpərvərlik ki, bu niyə olmasın? Bu olmalıdır da. Necə ki, biz vaxtı ilə yığışdıq bir yerdə birdən-birə. Niyə görə axı döyüşən rəssamların bir sərgisi olmasın, bunlar tanınmasın, bunların başlıcağı sərgilənməsin. Sonra da siz ondan film çəkin. Ona görə də mən düşünürəm ki, bugün elə biz bu diskusiyada hər kəsin öz fikrini bildirsin. Və mənim də təbii ki, gedişatda icazə olacaqsa, bir neçə dənə mənim də sorulacaq bir sorularım olacaq, başa düşmək üçün. Deməli, tarixi başlayırsınız. Tarixlə bərabər miniatürədən məlumat verir. Bu bir növ həm tarix dərsliyinə aiddir. Həm miniatürə təsviri sənət haqqında məlumatdır. Yəni ki, miniatüranın yaranması, bunlar çox gözəldir. Bunun özəli bir dənə dərslidir. Mən deyərdim bu dərsli. Hətta bunu nəinki incəsənət məktəblərində, kolleclərdə, ya akademiyada, ya institutda, bu hətta orta məktəbə də daxil olsun ki, hamı öz tarixini, sənətinin kökünü bilsin. Milli ruhda yetişsin. Bəli. Milli ruhda bir dənə ideologiyamız yox. Bu onlardan biridir. Mən deyərdim. Bu əladır. Buradakı kompaktlıq mənim xoşuma gəldi. Kompaktlıq. Orada belə mən belə bəzi Bunu rejissorun məharətindən əmələ gəlir. Orada 4 nəfər məsələn oturub belə bir danışanda Abdelli, Kaguta elə bil ki, hansısa bir o cinayət işi olur, yaxud da belə bir istintaq gedir. Orada araşdırma sən 4 nəfər, mən elə şeylərə baxmışam, orada yığcam oturulur, yığcam qurulur, balaca bir pomisheniyadır və orada informasiya verilir. O informasiya tek çatırada. Bu sizin ona görə xoşunuz gəlir. Orada arada bir çox bazı olsaydı, qarışıqlı olsaydı, orada informasiya dağılıb gedəcəkdi. Amma oradakı kompaktlıq o informasiyanı saxlaya bilib özündə. Bu mövzuya görə sizə dərin minnətdarım bilirəm. Çox əhatəli, çox gözəl bir mövzudur. Və şəxsən mən ona baxanda yaxşı ki elə bir gündə bütün seriyalara baxdım. Yəni onu yarıdan kəsib sonra bir müddətdən sonra baxsaydım bəlkə o qədər onu dərk eləməzdim. Bir gündə hamısına baxdım, yəni və özüm üçün çox belə fəxr elədim ki, belə bir film çəkilibdir, belə bir gözəl mütəxəssisləri çağırıbdır. Həm bu mütəxəssislərə çox təşəkkürümü bildirirəm, Eldar müəllimə, sizə, Əli müəllim, Məhəmməd Hüseyn müəllimə. Bilirsiniz, çox adam miniatür deyir,
Amma bunun nə olduğunu hələ də anlamır. Bax, qəribə bir şey deyəcəm sizə. 2-ci sinif kitabında, proqramında miniatür haqqında mövzu var. Amma o açıqlanmayıb. Yetərincə açıqlanmayıb. 2-ci sinif uşağı səviyyəsində açıqlanır. Məsəl üçün biz institutda oxuyanda, yəni universitetdə oxuyanda bərabər oxumuşuq yəni Tərlan müəllimlə. Bizim bir Hüseyn Hüseynzadə adında bizim bir professor var idi, Zaf kafedra. O bizə 3-cü kursda başladı aşılanmağa miniatürü. Və hər dəfə də deyir ki, miniatürü öyrəndikcə öyrənərsən. Çünki miniatürün altında çox şeylər gedir. Bax, bayaq İntiqam müəllim dedi ki, həm sənətdir, həm şeydir. Amma ən başlıca orada əxlaqdır. Əxlaqdır. Filmdə o deyilir, Bəli, dəfələrlə. ən başlıca orada əxlaqdır. Onu bilmədən sən nəyisə tədris eləmək, o qeyri-mümkündür. Yəni miniatür deyəndə, məsəl üçün, hamısı kiçik bir format nəzərə alıbdır. Və həyat təcrübəmdən belə bir şey deyim ki, yəni bizə gəlib çatan, şəxsən mənə gəlib çatan informasiya, yəni Şah İsmail Xətainin, yəni bu Səfavilər dövləti zamanı getirdiyi məktəb və Teymurun, Ulu Teymurun bütün şərqdən gözəl sənətçiləri aparıb Səmərqənddə belə bir məktəbin açılması. Yəni buna qədər və bundan sonra olan informasiya heç bir yerdə yoxdur. Məsəl üçün bu yaxınlarda mən Novruz bayramı əsnasında sadəcə elə belə yoldaşımla getdik Səmərqənd, Daşkənd, Buxara. Yəni hər kəsin orada olmağını istərəm. Mən 3 dəfə olmuşdum Özbəkistanda. Mən akasya heç nə bilmirmişəm. Bu dəfə gedəndə bizim bəxtimizdən elə bir gid oldu ki, elə şeyləri göstərdi, elə şeyləri bildirdi bizə ki, apardı bizi hər yeri gəzdirdi və orada bir yer var idi, kağız düzəldirdilər. Tut ağacından kağız düzəldirdilər. Bu elə belə kağızlar deyildi. Yəni o kağızı tut ağacını necə bişirirdilər, necə döyürdülər. Sən demə, bu ənənə şəklində gəlib çatıb və o kağızların üzərində miniatür işlər işləyirlər. Yəni mən özüm Məxsusi tut ağacından. Tut ağacından, bəli. Mən orada dözmədim. Yəni o qədər mən belə xoşuma gəldi o iş ki, aldım. Heç bilmədim kimin əsəridir, amma çox xoşuma gəldi. Bax o siz o qeyd eləmisiniz. Yəni mövzuda da var orada ki, orada Monqolların da surətləri filan bəhməkən. Bax o ənənələr qalıbdı. O rəng ənənələri qalıbdı. Yəni qırmızıdan qızılıya keçmək ənənələri bax həmin orada var. İndi Allah qoysun onun prosta şüşənin altındadır. Çəkəndə çıxardaram, şüşədən çıxardıb onun şəklini çəkib sizə yollayaram, baxarsınız. Çox belə başqa bir şeydir də. Yəni çox əfsuslar ki, bizdə indi çox azdır onun üstündə işləyən, çalışan. Amma mənim çox xoşuma gələn bugünkü gündə Bənövşə var, Ağayeva. Pedaqoji Universitetin müəlliməsidir. Çox gözəl onun miniatürləri var. Çox gözəl miniatürləri var. Həm divar üzərində eləyir, həm kağız üzərində eləyir. Çox gözəl həqiqətən. Yəni ki, bu o qədər belə deyim də, həm tarixə, həm ənənəyə sadiq bir insan olaraq onları əks elətdirir ki, orada bir söz var idi, deyir ki, Nizaminin əsərində o çoban iti. Hə. Bax o həmin o çoban itini bunun işlərində görə bilərsiniz. Nə mənada? Yəni ki, arxa plan gəlir çıxır. Yəni onu sənətkarın gərək o qədər yüksək səviyyədə bacarır. O qədər gözəl işləyir. Yəni bax bu qədər. Çox sağ olun. Bu qədər. Yəni çox şeylər. Burada İldar müəllim, bilirsiniz, əla qeyd elədiniz. Həm də orada Allah canına sağlıq versin. İldar müəllim olaraq gözəl qeyd elədi. Oradan məni maraqlandıran bir cəhət, siz də qeyd elədiniz onu. Yəni bu vaxta qədər Teymurilərdir, Teymurilərdən sonra Səfəvilərdir və sonra da filmdə deyildiyi kimi də biz doğrudan da bu qədəri bildik. Siz dərinə getdiniz. Bizim o hörmətli Əkbər Nəcəf müəllim professor çox dərinə getdi və mənim üçün də doğrudan bir maraqlı bir cəhət oldu ki, monoteizm məsələsi var orada. Həm orada bunlar nələri çıxardılar ortaya ki, yəni bu arealda Dərbənddən tutmuş Kərkükə, ondan sonra Mare Nəhrə də, Orta Asiyada, hamısı Türkistan'da da bu arealda yaranır. Biz bu vaxta qədər elə bilirdik. Bizə elə keçmişlər dərsi qardaş, elə deyil. Keçmişdilər ki, bu bizə gəlib Uyğurlardan, Uyğurlar da götürüb Çindən. Düzdürmü? Amma bu Çinlər sübut edirlər ki, xeyr. Bunun əvvəli burada yaranıb.
Və sonra ki dövlət ki dağılır, müharibələr olur, gedirlər daha yaxşı yerlərə də. Zərdüştlər var. Bəli, daha deməli mükəmməl yerlərə, oturmuş yerlərə, harda bunlara o imkan yaranır. Yəni bunun fonunda bu doğrudan da şəxsən mənim özüm üçün də bir müəllim olaraq bu sahədə çalışan adam olaraq böyük bir ona görə bir daha bu filmin bu qəhrəmanları olaraq sizə Bir də qəribə bir şeydir ki, qərb rəsm təhsilini almış rəssamlar miniatür dəstək xəttini tərifləyirlər. Yəni ki, ayrı-ayrı biri-birindən çox fərqli bir sahədir. Yox, intiqam. Amma- Orada bir məsələdə bilmirəm sən nə mənada onu deyirsən. Məsələn onda ki, müəllim qeyd elədi. Bu dərs bizə keçilib. Bundan başqa əgər mənim evimdə adam olub, anamın, nənəmin rəhmətli xalça toxumağını görmüşəmsə, özüm də qoşulub onlara toxunmuşamsa, bu artıq mənim qanım. Artıq o oturub o başqa yolu. Əlbəttə o mənə doğma. Amma sadəcə olaraq bu tarixçilərin, mütəxəssislərin köməyi ilə haralara gedibsin. İndi məsələ burdadır ki, müəllif onu dedi. Amma sənin alimlərin çıxmalıdır ortağa, akademiya çıxmalıdır, bunu qoymalıdır və sübut eləməlidir ki, bu mənimdir ya. Mən də yoldaş nə gözəl dedi ki, miniatür dedi, deyirlər, atlar o tərəfə, miniatür, elə deyir. Ay qərib, o qəşəngdir, yerində dedi. Özü də oradakı əks perspektiva bir növ o rəssamlığı yeni başlayan ya rəssamlığı bilməyən adam bunu bir növ başqa bir zəif rəsm kimi qəbul edir. Çaş başqa. Amma bunu professional rəssam onu götürüb əks perspektiva üzərində o rəsmləri çəkmə çox əziyyət çəkəcək yəni. Onun özünün dəsti xətti, özünün məktəbi var. Yəni ki, o tədris məktəbi ilə bizim tədris məktəbi tam ayrı Avropa istiqamətlərdir. istiqamətdə biz də onu görmüşük. Hə, Klassik biz- Avropa. Rənesans. Amma burada içinə girdikdən başqa şey. Bir şey də deyim, çox qəribə bir şeydir. Yəni onu unutdum yaxlarım qeyd eləməyi, amma unutsam da onu qeyd etməliyəm. Deyir qardaş. Orada həmin o getdiyimiz yerdə Özbəkistanda yəni hər şəhərdə küçədə oturub miniatür işləyənləri gördük. Nəyə görə mənə belə fəxr elədi? Yəni bunu dövlət dəstəkləyir. Xalq edəsi. Yəni bunu dəstək lazımdır. Mütləq dəstək lazımdır ki, tariximizə qayıdaq. Özbəkistanda ümumiyyətlə o itməyib ki. itməyib, O hə. sənət elə həmişə yəni Yəni minillik mən orada- olan hamısı yaşayır. Alanda dedi 80 dollara, dedim bəlkə biraz aşağı satıcı iddiaçı. Dedi ki, valla onun çörək pulu bundan çıxır falan. Doğrudan da Hə. yəni, o qədər zülm çəkir. Dedim problem yoxdur. Yəni mən alacaqdım. Dedim prosta bizdə belə deyim var ki, bazar deyir alversiz olmaz. Ona görə aldım məndə də. İndi inşallah onun fotosunu göstərəcəm. Ki dəstəkləyirlər onu. Çox zəngindir. Evet. Sən onların binaların da, qorunmasını da, bax Sovet vaxtından həmişə onlara biz yaxşı mənada qibtə eləmişik ki, biz niyə qoruya bilmirik? Onlar kimi. Onlar çox qəşəng qoruyub onu. Və bu gün də onu təmir eləyəndə, bərpa eləyəndə olduğu kimi də saxlaya bilirlər. Yəni bunu yaşadıblar. Amma görürsüz o filmdən də oxuduqlarımdan da ki, bir ucu orada olanda, axı bir ucu da təbrizdə olur, burada olur. Axı biz niyə eləyə bilmirik? Mən bir İranda hamımız olmuşum, mən də olmuşam. Bəlkə də həmin yerdə olmamışam, bilmirəm nə dərəcədə, amma bir neçə dəfə burada İran miniatür rəssamlarının sərgisi olub, siz də baxmısınız, 10 il, 15 il bundan qabaq. Hiss olunur ki, o məktəb yaşayır, var, yaxşıdır. Olsun, kaş olsun. Amma bayaq dediyim kimi, yəni bu məktəb üzülməməli. Tutalım, bizim ustadlarımız əgər dünyasını dəyişəcək, artıq bir neçəsi dəyişdi, Cəmilə xanım getdi, Ziyad xan müəllim rəhmətə getdi filan, digərləri Kərim. Amma bu üzülməməlidir. Yəni bu yaşamalıdır və bu yaşaması üçün də təbii ki, bizim belə rejissorlara ehtiyacımız var ki, bugünkü süni intellektin, bugünkü texnologiyanın o yüksək fövqündə heç olmasa bunları içməyə qoymasın. Təbii deyirlər ki, bu gəldi ki, foto yox idi, gəldi foto deyirlər ki, rəssamlıq olacaq. Öldü mü rəssamlıq? Xeyr. Sonra gəldi nə? Film. Öldü mü rəssamlıq ya foto? Hamısı yaşadı da. İndi də gəlib əgər bu varsa, əgər o sənətdirsə, sənət yaşayacaq. Əgər o sənət yox, sənət deyilsə, təbii ki, onu qorub, onu çıxardacaq o texnologiya. Çünki özünüz də görürsünüz, hələ ki belədir ki, o süni intellektlə çəkilən şəkillə, əllə çəkilən şəklin tamamilə başqadır. Onun ruhu yoxdur da. Ruh məsələsi. O yoxdur. İndi işbirasında o miniatür rəsm məktəbinin psixologiyasını, onun məktəbini aşılasalar, bu bizim bu rəssamlarda da dəyişiklik çox olacaq. Çünki orada əsas forma, əsas fikir, yəni ki, mən miniatür rəssamı deyiləm.
Amma ideya, fikri oradan bəhrələnə bilərəm. Mən bir dənə söz deyim. Buyurun. Burada bir dənə 2-3 dənə düzəliş vermək lazımdır. Ayıb olmasın, üzr istəyirəm. Əvvəla sizinkindən başlayırım. Mən miniatür rəssamı deyiləm. Bu ayrıcı söz. Görürsünüz, miniatür rəssamı nə bilməm. Siz rəssamsınız, o da eyni şeydir. Yəni miniatür sözü ümumiyyətlə qaldırıb atmaq lazım. Bizə artıq bu İndi köhnə. o bir Siz ona nə alternativ təklif Başqa edirsiniz? mən ona Azərbaycan qədim təsviri Təsviri Azərbaycan qədim təsviri. Bəli, Çünki o bəli. deyirsiniz Azərbaycan orada, təsviri xoşuma sənəti. gəlir. Amma alternativ nə söz təklif edirsiniz? Azərbaycan təsviri sənəti Təsviri deyil. sənəti. O qədimdir. Milli yeni- təsviri sənətidir. Siz rəssamsınız və elə o konseptdəsiniz. Başqa yerdə deyilsiniz. Siz sadəcə özünüzü biraz uzaqda görürsünüz. Məsələn, o da nədən əmələ gəlir? Biz Sovet dövrü yaşadıq. Bizi ayrı bir Psixologiya, sıxışdırdılar. ayrı ideologiya. Və o konseptdən çıxartan amma biz həmin konseptin içindəyik. İstəyir nə çəkirsə çəkir, bunu çəkir, onu çəkir. Məsələn, əyərlərin Matisse elə düşünsəydi, Matisse'in o gözəl əsərləri o miniatürün sayəsində ortaya çıxmazdı. Matisse onu o konseptin içində gördü, amma zahirən dəyişdi onu, zahirən. daxilən. Yox, zahirən nə götürdü orada? Yaşadığı atmosferanı verdi. Ona uyğun elədi də. Bəli, amma orada neynədi? Həmən dərzi olaraq, dərzi məsələn, həmən paltarları onlara tikdi bəzən, tikdi, geyindirdi, tikdi belə, amma həmən atmosfer baxırıq ki, 20-ci əsrin əvvəlidir. Yəni həmin bir də onun yəni o devrinin jıvıks, rəngkarlıq üslubunu Sintez eləmək. Bəli, yox, elə həmən şeylər orada təkrar edildi. Çünki o bəli, Primitivizm. bəli, böyük rəssam idi. O Maninin də işlərini görürdü, o biri rəssamların da işlərini görürdü. Və orada əlbəttə ki, ürəyə gələn, məsələn, burada 10 dənə rəssam oturub, hərənin özünə görə bir üslubu var. Hamı da bir-birinin üslubunu sevir. Çünki hamısında da gözəl manyeralar var. Mən nəsə götürüb orada bir şey təkrarlayıb, orada onu canlandırıram və yaxud da başqa qardaşlarımız elə. Ona görə də inkişaf gedir. Biz özümüzü o konseptdə görmürük. O həmişə deyirik ki, o ayrı bir, yəni başqa bir dünyaya çevrilib. O artıq təsvirlər olsun, bir qaladır. Yəni gözə görünməyən artıq mənəvi bir dünyaya çevrilib. Biz o ümumiyyətlə maddi olaraq yoxdur. Ona görə də biz ora heç girə bilmərik o zaman. Biz həmin konseptin içindəyik. Həmin dünya elə bu dünyadır. Başqa dünya deyil. Onlar da yaşayıblar, Yaxından seviblər. bununla məşğul olduğuna görə sənin üçün rahatdır. Amma mən mən onu deyim ki, mənim üçün çünki hər ilk sözümüzdə, öncə zor oldu. bəli, hər Çətin oldu. sözümüzdə bəzi şeylər buraxanda o sonra yanaşılmaz, sonra qorxur hamı. Məsələn, qardaş dedi Teymurilər yox, Səfəvilərdən başlayıb birinci, bunu yadınızda saxlayın. Çünki Səfəvi, Şeyx Səfi olan vaxtı Teymurzadə yox idi dünyada, heç elə bir şey yox idi. Və Teymur o basqın eləyəndə Təbrizə, orada rəssamları götürdü, yığdı, gətirdi. Səmərqəndə onları orada işlətdi. Yəni onu bilin ki, bütün qaynaq Bizdə istəyirəm, mən hər halda bu tarixi oxuyuram, maraqlanıram. Mən bu sahədə 10 tarixi nöqteyi nəzərindən dövlətçilik artıq əvvəl oldu o tərəfdə. Səfəvilər bir orden kimi var idi. Amma dövlət şəkildə təşəkkül tapmamışdı. Məhdud çərçivədə idi. Amma Teymur artıq böyük bir imperiya yarada bilmişdi. Səfəvi deyəndə biz Şeyx Səfiyə baxmalıyıq. Yox, başa düşdüm. Şeyx Səfi, onun hər halda Şah İsmail deyil də, o qədər onun imkanları geniş deyildi də. O mənada mən bildirdim ki, məsələn, bir dəqiqə qurtarım fikrimi. Mən fikrimi bitirim, sonra siz buyurun danışın. Mən sizin fikrinizi heç cürə inkar etmə fikrində deyiləm. Sadəcə o kontekstdən yanaşdım ki, dövlətçilik mövqeyindən Osmanlı ondan da qədimdə idi, düzdürmü? Teymur gəldi, aldı bu qədər yeri və gəldi rəvayətlərə görə Şeyx Səfiyyəddinlə də görüşdü. Heyran oldu onun elminə də, onun hər mistikasına falanla. Amma o mənada hər halda Şeyx Səfi ilə Teymurun imkanları götürülə bilməzdi. Teymur çünki bütün dünyadan əsas da Azərbaycandan aparmışdı, bütün tətminatı ustalar deyil. Aparmışdı, orada yaratmışdı, eləmişdi. İçində də var idi təbii ki, Hindistandan da oradan da. O mənada mən. Amma təbii ki, əsas bu dövlətçiliyi yaradan Şah İsmail olduğuna görə ondan sonra da bu qarşıda alınmaz oldu. Ən böyük məktəb ondur. Məncə Teymur da mən özümki sayıram. Mən o yox, Teymur bəli, Teymur yaxşı bir dövlətçi olub, çox yaxşı dövlətçi olub, amma Teymur nə götürmüşsə bizim qabdan götürüb yeyib.
Onu bilmək lazımdır. Onu nəzərə almaq lazımdır. Hindistanda heç nə olmuyor. Hamısı Azərbaycandan gedib Hindistana o məktəbi qoyublar Əvvəl orada. bura gəldi, sonra oraya. Yox, Əvvəl buradan gəldi nə var, sonra bizdən Siz sonra. Qarabağ Yox, xalqı Azərbaycandan olmalı. iminlə Təbrizdən göndərilib o Hindistana. Təbrizdən göndərilib Hindistana adları da. Böyle Tac Mahalın özü də, Bəli. onun master usta əli Təbrizdən Yox, getdi. elə onlardan qabaq, elə Təbrizdən Baburların zadı vaxtında onlardan qabaq. Bu Baburlar biraz bəli. Hə, onlardan qabaq. 15-ci onlardan çox İndi qabaq. gəlin biraz indi rəsmin şeyinə keçək. Sırf Kitabın üzü bax elə. üslub dəstə xəttinə. Miniatür rəsm, təsviri rəsm sənəti yağlı boya ilə işləmək onu olar. Niyə olmaz? Onun əksinə O sadəcə getmir. texniki dəyişikliklərdir. Orada Texniki dəyişiklik. Bəli, məsələn bir Orada dənə fraqmentləri də dəyişib müasirləşdirmək Bəli, bəli. Mən bir dənə bir söz deyim. Orada daha ключевой momentdir. O deyir ki, məsələlər rus dilində dedim, bağışlayın. Texnikaya qalanda bizim hamı Sovet vaxtının adamları düzdür. O məktəbi keçmiş. Sulu boya deyən kimi bizim cəmaət o vaxt necə biz Sovet vaxtı yonub düzəltmişlər. Bir dənə kağız yapışdırırdıq belə, istadır da bunu. Ondan sonra yəni orada ay tez elə belə aman elə bir ki cərrahdır. Kəs tez öləcək tik. Bundan başqa yoxdur yəni deyirlər. Güya budur. Sulu boya nədir qardaş? Sulu boya rəngdir, su ilə qarışdırılır. Su ilə. Yağlı boya nədir? Yağla qarışdırılır. Pigment eynidir, Hə, amma o nə idi o gördüyümüz bayaq dediyimiz Sovet vaxtımıza verədi. Tez-tez elə su axdı belə getdi. Ya bu çox belə böyük bir şey sayılır. Amma əslində kompozisiya lazımdır, fikir lazımdır, çustva, incə bir şey, duyğular lazım, poeziyalar. Bunlar hamısı yoxdur. Nə var bir dənə deyir ki, tez-tez elə bitir bu düz alındı. O texnikadır. o Sən bu gün texnikadır. götürüb Hə. belə də işləyə bilərsən, yağlı kimi onu. Eyni, orada heç nə dəyişmir. Bir şey var. Mənim müəllimim dedi, mən gəldim Firuzə rəhmətliyə. Balaca uşaq idim, belə deyirdim. Belə səfək danışırdım mən də orada otururdum. Dedim, mala da o mənə dedi. Dedi, o dedi o suyla qarışdırsan, burada yağla qarışdırsan, nə qarışdırsan? Aləm qatmısan bir-birinə. Yəni kağızı qoy önünə, istəyirsən xostu qoy önünə, istəyirsən kartonu qoy. Mən hər şeyin üzərində İndi işləyirəm. belə bir fikir. Müasir yenə də adını çəkirəm, miniatür hələ ki Buyurun. o hələ Belə qəbul qəbul olunub, sonra onun yağlı boya ilə işləməyi və orada personajlar rəsmlə müasir, məsələn atları avtomobillə əvəzləmək, amma fikir olaraq həmin o fikirdir. Nəyi bildirmək istəyirsən? Hansısa bir tədbiri, hansısa bir konfransı, hansısa bir prezident sarayına yığılmış qonaqları və prezident sarayının kənarında gedən proseslər onu müasir formada çəkib versək, Bəli. o da həmin Eyni şey. eyni şey. Məsələn, mən texnik Şah sarayını prezidentlə əvəz elədik. Bəli. Vəziri baş nazirlə əvəz elədik. Geyimləri dəyişdik kostyuma. Bəli. Amma fikir isə qaldı. Orada nəyi ki, Fikir nədir orada? Fikir əvvəla məsələn biz indi deyirik miniatür. O miniatür dediyimiz şeydə orada bilirsiniz də adı səthidir. səthidir. Orada ploskos var. O ploskos birinci sayılır. Və o ploskos üzərində 3 dimension deyirlər. 3 şey yaradılır. Yəni baxanda görürsüz ki, məsələn əşyaya oradan ya aşağıdan da baxılır. Bizdə isə məsələn realizmdə əşyaya hardan baxırsan, oradan da bitirməyə çalışırsan. Sonra görürsən ki, yuxarıdan da baxılır. Orada o ploskos var belə üstdən baxılır. Ploskos görəndə üstəyik də. Amma baxanda müstəvidə bəli. Biz orandan sonra baxanda görürük ki, fiqurlar isə bizim gördüyümüz səviyyədə durublar. Eyni səviyyədə. Hə. Bəli. Fiqurlar elədir. Yəni sanki onlar aşırılar. Perspektiv Hə, anlamında sonra görürük, bəli. Sonra görürük ki, evlər açılıb, içəridən də görürük, çöldən də görürük. Bu şey dünyada heç analog olmayan bir şeydir. O zamanki heç vaxt İndi eləməyiblər. mən deyərdim ki, primitivizm, fabizm elə bir növ ilk bəhrəsini miniatürdə Bəli. götürür. Bəli. Axı biz Bir niyə görə fra- üzr istəyirəm, sözə fragmentləri- girəcək perspektiv pozulub. Axı bu miniatür onlardan qat-qat qədimdirsə. Bəli.
Onun qayda qanunu budur da. Sonradan sən ora gətirib İndi- nəsə yenilik Mən- gətirmisənsə, yox, pozulur. o demək deyil ki, bu onu pozur. Bu belə görür. İşin öhdəsindən ondan gəlir. bir dəqiqə, mən bir şey dedim, indi burada söz bəlkə də sabah bir tamaşaçı dinləyici olacaq. Orada fikir onun yayındı burada. Bu icazə versəniz mən bir 15 saniyə, 20 saniyə bu məsələni bitirim söhbəti, yəni nə demək istəyirdim. Onu gördük. O həmin müstəvi dediniz. O müstəvidə fiqurların yerləşməsi, orada 3 dimension dedim. Mən fransızca dedim, onu bilmirəm. 3 dimension, yəni 3 nöqteyi nəzərdən baxılma. 3 nöqtə ilə. Yəni 3 boyutlu deyir. Daxildə 3 boyutlu. Ay sağ olun, 3 boyutlu və müxtəlif nöqteyi nəzərdən baxılma şeyi var. 3 də ola bilər, məsələn 5-6 da ola bilər. Onu birinci dəfə Qərb sənətində, yəni onu Paul Cézanne kəşf elədi. O da onları görmüşdü. O miniatürləri görmüşdü. Louvre'da görmüşdü. Ona görə də onu birinci Paul Cézanne kəşf elədi. Paul Cézanne çox danışdılar. İndiyə qədər də danışırlar. Müxtəlif nöqteyi nəzərdən baxma, ondan sonra perspektivanı pozur. Məsələn görürsüz ki, onun bu natürmortdur. Burada bir masadır. Masa bilirsiniz burada bir belə bir şey nə deyirlər ona bu parça, əski parça sallanır. Drapirovka sallanıb. Bir də görürsüz burada belə gedən şey birdən pozulub, bu yuxarı qalxıb. Ondan yuxarı qalxanda fikirləşirik ki, bu niyə yuxarı qaldırıb, yaxşı eləməyib. Onu yuxarıdan görür ki, buradakı qoyulan belə bir quruş var, o quruşun içini göstərmək istəyir o. Yuxarıdan ona görə buranı qaldırıb. Və s. və s. Bunların hamısı bizim təsviri sənətimizdə var idi əvvəlcədən. Var idi. Bəli, var idi. Hamısı var idi. O bizdə Rotkoya qədər var idi. qədimidən var idi. Bəli, o Rotko dediyimiz adam var, belə ora qədər var idi. Yəni onların hamısı oradadır. Onların o ploskos, abstraksiya, ondan sonra impressionizm deyirdilər. O 13-cü əsr rəssamları mən işlər göstərə bilərəm. Mane onları görüb, onları əmələ başlayıb və özü elə bir ki, kopya eləyib onları. Məsələn, o bağçalar var. İdeyanı, fikri oradan götür. Bəli, o iki şey gördü. O iki şey Formanı gördü. dəyişir. O iki şey gördü. Nə hiss elədi Mane? Mane gördü ki, ploskos var. Ploskosun içində həmin o şeydə dərinlik var. O dərinlik abstrakt dərinlikdir. Sonra bu məsələn mən indi burada əşyalar çəkəcəm. Onda mən olduğu kimi çəkməməliyəm bunları və orada o zadaçanı həll eləyə bilmirdi. O həll elədi nədir? O gördü ki, bağ-bağça işlər, görürsüz onun işlərində bağ-bağça işlər, güllərdir. Onlar o çiçəklər nətər qoyulub? Elə bir ki, maşın belə sürətlə gedəndə siz necə görürsünüz? Belə razbıtı görürsünüz. Onları elə Rişad həll elədi. Ona görə də onun üçün o tez başa düşdü. Mən yenə də deyirəm, keçən dəfə Rövşənlə danışanda Qərb adamları, onlar çox türklər bir dənə qurnaz olurlar. Biz hər şey elə belə keçirik. Onlar elə deyil, ona hər şey diqqət edir. Mən 21 ildə onlarla yaşayıram. Orada mən bilirəm ki, onlar nətər şeydirlər. O adamlar heç nəyə göz ardına verməz. Ona görə də inkişaf ediblər. Bəli, burada bir şey yazılmışsa onu mütləq oxuyub rəayət eləyəcəklər. Rəayət eləmirik biz. Biz deyirik əşliyi bir banka ev rəngləmək üçün rəng almısan. Onun arxasında instruksiyası var. Onu oxumağı səfehlər üçün. Sən onu yoxsa götür rəngi. Bir də baxır görür ki, bu ev içi için deyil, çöl içindir. Daha da içi için almışdısa da burada belə bir qayda qanunu pozulsa da qopdu töküldü. Fasonunu itirdi. İndi söz və qüvvət məni öz sözümdən danışsam, o yeniyetmə yaşam. Mən yeniyetmə baxımdan mən miniatürəni sənət əsəri saymırdım. Çünki o vaxt mənim o miniatürənin haqqında informasiyam özüm hardansa nəsə bildiyim bir öz müşahidəmdən idi. Orada da onu dərk etmək hansısa bir yeniyetməyə o aşılanmasa, tədris keçməsə, o onu başa düşməyəcək. Amma sonradan sonraya ki, mən bir rəssam kimi ona diqqət eləyəndə gördüm miniatür dərin bir sənətdir. Onun öz dəstək xətti var, onun qaydaları var. Hansı ki o qaydalar mənim çəkdiyim rəsmin qaydaları ilə üst-üstə düşmür. Yəni ki o bir elmdir. İndi bu filmdə Rövşən müəllimin filmində o çox gözəl onu filmə çəkməklə bütün bizim bu gəncləri çox informasiya verir onlara. Onları tərbiyələndirir və geri milliliyə çağırır. Bəli. Özümüzə qayıdır. Bu çox mənə çox
ləzzət elədi. Ürəyim deyə bilmədiyim sözləri o Deyəcəksən, gün vaxt gələcək. Gedişatda mən də müəllif hamıdan az danışır, ancaq dinləyir. Yəqin ki, növbəti filmlər üçün material gedir, amma mənim müəllifin yaxasından nəsə etmək fikrim yoxdur. Ona görə bir fikrimi bildirmək istəyirəm. Yəni, gözəl bildirilib orada qonaqlar tərəfindən, o tarixin də falanın da harici çıxdı. Amma məsələ oradadır ki, tutalım bizim Dədə Qorqumuz vardı, Ozanımız vardı, Qobuzumuz vardı, Şamalımız vardı. Amma elə bir ki, ərəbin dili deyilməndə, İslam gələndə onlara elə sintez eləyir, həm faktlar özlərinki sintez elədi. Əsas da türklər o qədər gətirdilər, yenilik gətirdilər. Və İslamın hardasa dediyi kimi fiqura çəkmək olmaz, nə eləmək olmaz. Onlar o İslamı içərisindən zənginləşdirə, onu öyrənə. Tutalım Nəsimi kimi bir şairlər, Nizami kimi bir şairlər gəldi. Nələr orada yaratdı, nə qədər zənginləşdirdi. Amma eyni zamanda da o kontekstdən qırağa çıxmadı. Məsələn, Nizami şeyxdir də. Tutalım Nəsiminin özünü dara çəkdilər. Amma o 4 şeyxdən, 4 məhkəmə üzvündən də, sünni məzhəblərin üzvündən hamısı ona həmin vaxtında dedilər ki, bu adamın dinə qarşı heç bir şey yoxdur bunda. Amma Sultan baxmayaraq siyasi cəhətdən onu dedi ki, yox, bu adam meydan olunsun. Nə şəkildə olur olsun. Yəni dediyim o ki, bu arealda bizim əsas da bu cəmaatımızın, hökmümüzün olduğu o qədər buna yeniliklər gətirirlər və burada sizin filmdə də deyildiyi kimi, oxuduğunuz kimi İslama qədər ki, tutalım həmin miniatür, İslamdan sonraki miniatür, baxmayaraq ki, Səfiyyəddin gözəl al şəkildə böyük, dərin şeyxdir falan, bütün təriqətlər üzrə Osmanlı tutalım sünni təriqətində idi, bu tərəf tutalım Cəfəri, yaxud Şiə və hamısında bu inkişaf elədi. Hamısı da İslam adına yayıldı. Müəllim bir qeyd elədi ki, getdi çıxdı Avropaya. Bu İslam adından getdi çıxdı da Avropaya. Bax bu məsələni siz ümumiyyətlə necə görürsünüz və orada Eldar müəllim çox qəşəng qeyd edir ki, tutalım Osmanlıda daha çox səhnələr var, amma bursunda daha çox fəlsəfi, aslında sizin dediğiniz şeyler hamısı açılır filmdə. Filmdə açılır. Bax onu istəyirəm ki, biraz da açasan biz üçün. Çünki filmin hər bir halda lap 10 saatda çəkilsə, yenə də kənara qalan fikirlər var. Elə bir şey deyim də, mən bu film mənim üçün sifariş formatıydı. Sifarişdir. Təbii ki, yəni indi üzr istəyirəm, sizin hamınız da böyük sənətkararsınız, böyük rəssamlarsınız. Mənim uşaqdan dızmaqaram var idi da, elə. Şübhəsiz o hiss olmur. İbtidai olsa rəssamlıq elə deyim də, həvəsim həmişə oldu. Və rəhbərlik mənə bunu həvalə edəndə ki, bu filmini bir seriya, bir miniatür haqqında bir film elə və mənə miniatür kitab verirlər. Səhv eləmirəmsə Kərim. Elə belə orada bir 6-7 səhifə miniatür haqqında yazı vardı. Tarix idi aslında ümumiyyətlə belə götürəndə. Oxudum. Mənim üçün yeni bir tarix açılmalıdır mənim üçün. Mən bunu belə səhti yanaşa bilmərəm. Və bir filmə sıxışdırmaq da bunun mümkün deyili. Çəkilişlərdən sonra anladım ki, sanki bir böyük bir nəhəng bir ağacdır, onun üstündə dünyanın bütün meyvələri var və hamısı da miniatürün samarları oradadır. Mən onları bir-bir dənləməliyəm, bir-bir yığmalıyam onların hepsini. Və bu mövzu üzərində 2 ay işlədim. Hətta məzuniyyət götürdüm. Mən açığı bir 45 dəqiqəlik bir film eləmək istəyirdim. Və müsahibələri də o üzərindən götürdüm, 45 dəqiqə. Qısa, səthi, yəni biraz bu bölümdən mən bölmüşdüm. İnformativ xarakter. Bölmüşdüm hissələri ki, biraz tarixdən, biraz miniatürün kompozisiya quruluşu, rəng falan bu şeylərdən, sonra gələcəyik xalçaya tətbiqi və kristallografiya. Elçin Şamili ilə danışmışdıq. Müsahibələr də elə götürdüm. Amma gəldim montajda gördüm, yox, bu bir filmin işi deyil. Amma mənim üçün nə oldu? Yəni 5 film nəzərdə tutmuşam, 3-ü hazırdır. Mənim üçün orada bir sirlər açıldı və ümumiyyətlə yaradıcılığın, o Andrey Tarkovskinin sözü var, deyir ki, yaradıcılıq əxlaqi məşğuliyyətdir, peşəkar məşğuliyyət deyil. Yəni, hər kəs öz əxlaqını qoyur. Burada fərdi əxlaqdan getmir söhbət. Ümumiyyətlə, bir millətin genetik əxlaqından gedir burada söhbət. Yəni, mən onu araşdırdısa, yəni, filmi işləyəcə özümün, yəni biz Azərbaycanlı olaraq özümdən fəxrləndim ki, biz haralarda itib baxmışıq. Biz nəyin sahibiyik? Biz haralarda nələri qoymuşuq, nə miraslarımız var. Bir də məsuliyyəti Bəli, və onun məsuliyyəti var ki, mən bu boyda işin üzərinə gedirəm və birinci dəfə filmi göndərdim. Seyran bəyə dedim ki, Əli Seyran qardaşımıza bax. Yəni mən o
dedimsə o birinci tamaşasında, yəni internetdə yüklədim, göndərdim. Onun mənə müsbət reaksiyası. Paralel olaraq da bir neçə dəqiqədən sonra da Məmməd Hüseyn müəllimdir. Mən oradan müsbət cavabı alanda Məmməd Hüseyn müəllimin belə uzun ağları uzatmağı ki, sən mənəvi təlakim eləmsə, bu mənə ruh qanat, doğrudan qanat verdi, ruh verdi. Orada mənim üçün açılan nə idi ən çox? O birinci filmdə də vurğulamışıq onu. Deməli, mən mitraizmlə başlamaq istəyirdim. Sonra Əkbər Nəcəflə bizim dostumuz, tarixçi qardaşımız çox dərinə getməyək. Elə manidən başlasaq, bu çox xəmir çox su aparacaq. Oradan da oynasınlar. Bəli, hələ o da mitraizmdə nə idi? Dualizm prinsipi var orada da. Yəni bizim erəyə qədər olan. bəli, mitraizmdə dualizm prinsipi var. Nəzəriyyə odur ki, bax burada qaranlıq bir nöqtə var. Mən siz onu özünüz də daxilən belə fikirləşə bilərsiniz. Mitraizmdə deməli nə gedir? İşıq və qaranlıq və işıq. Yəni işığın qaranlıq üzərində mübarizəsi. Amma bizimkilər nəyə götürürlər? Zülmət və nur. Yəni ola bilər ki, Qərb bunu, Rənesans bunu tərcümədən, Mitranın dili bilmirəm indi hansı dildir. O dildən tərcümədə onlar işıq və qaranlıq kimi götürüblər özlərinə və bunu maddi bir şeyə çeviriblər də. Varlığa və çəkdikləri də, çünki işıq maddidir. İşıq varsa onun kölgəsi də var təbii ki, düzdürmü? Amma bizimkilər onun mənəvi tərəfini, yəni manidə məsələn özünü peyğəmbər elan edir, yəni peyğəmbərliyin bu zülmət və nur, yəni zülmət təfəkkürün üstünün örtülməsidir, bağlanmasıdır. Nur isə onun işıqlanması. Bu nədir? Bir növ maarifləndirmə, konkret maarifləndirmə. Çünki o dövrdə filmdə də deyilir də, savadsızlıq, cahillik dövründə insanları daha çox təsvirlə başa salmaq. Və o baxımdan o şeylər məndə açıldı ki, İlahi, nə boyda, həmən o mənəviyyatda gəlib çıxdı İslama. Həmən o mənəviyyat. İslam onun üstünə daha çox belə işıq saldı, daha çox Allah... Bazisi oydu. Bəli. Hələ İslama qədər ki, bunlar artıq zaten genetik olaraq bu şeyi götürmüşdülər. Ondan qabaq xristianlıq vardı, yudaizm. Hamısı oradan parçalanır. Bir dənə dualizm prinsipindən parçalanır. Gəlir, yavaş-yavaş, təkmilləşə, hər şey gəlir. Yəni Tanrının bu hikmətidir. Mən Elçin Şamilə də sual verim. Bu mistikadır, nədir? Yəni mən tutaq ki, sizi mən 100 il, 10 il bundan qabaq tanımırdım, 15 il bundan qabaq tanımırdım. Seyran mənim əlim bura gəlməyi, eyni zamanda o gələndən bir ay sonra mənə filmin verilməyi və süni intellektin bu cür inkişaf eləməyi, mənim o filmi milyardlar da qoysaydın, o səhnələri yaratmaq olmazdı. Amma süni intellektin hesabına və ilkin başlanğıcda bu şeylər onu üçün dedi ki, hər bir xalqa, Allah indi o 4-cü, 5-ci filmdə olacaq, hər bir xalqa deyir Allah təala bir istedad verir. Yapona döyüş istedadı verir, nə bilim, texnologiyası. Filankisi Almana texnologiyası verir. Misyon verir, misyon. Bizim millətində, DNK-sında, genində bax o mənəviyyat, əxlaq mən dedim ki, o əxlaqı məşğuliyyət, siz istər-istəməz əxlaqı olan insana heç vaxt özür istəyirəm, tərbiyəsiz bir fotonu çəkir. Yəni hər kəs öz əxlaqını qoyur da içəri, ortaya. İstəyir filmdə olsun. Ədalət. Ədalət təbii ki, onun içindədir. Əxlaq onun heykəlidir yəni. Ədalət axtarır, adətən. Bəli. Əxlaqın içindədir hamısı. Hamısı əxlaqın içindədir. Əxlaqlı adam elə ədalət. Heykəlidir, bəli. Eyni zamanda ədalət. Və üzr istəyirəm. İndi filmin yenə də Əli bəylə də biz hamımız müzakirə edəndə sonluqda sual vermişik. Bunu hara aparacağıq? İndi açıqlamayın. Filmin sonunda var ki, əsas dövlətin dəstəyidir, təbii ki. Yəni bu böyük bir mexanizm işləməlidir ki, əsas məqsəd nədir? Bunun Elçinən demişən, şərti dili var. O dil tapılmasa, biz elə köhnə miniatürlə də qalasıyıq. Əgər yeniliyə tətbiq eləməliysə, biz bunu yəni dövlət dəstəyi ilə bu Allah xudu müəllimə rəhmət eləsin. Bunun üzərində çox işləyiblər. Əsasını qoyub. Bəli, əsasını qoyublar. Lakin münövrə var. Sadəcə bunun inkişafı üçün, bu şərti dilin tam tapılmağı üçün, çünki hər bir sənətin özünün qrammatikası var. Yəni bir çəkməçiyə qıyıq saf ver və yaxud adi bir adama ver. İkisi də tikəcək. Biri intuitiv tikəcək. Biri isə onun qrammatikası ilə tikir. İntuitiv tikilən həm qıraqdan bilinəcək ki, bu şəkardır, naşıdır, həm də suf keçirəcək təbii ki.
İndi əsas məsələ odur ki, bax bu filmin bir 5 seriya olacaq, 6 seriya olacaq, bilmirəm. Mən davamı ola bilsin, davamı oldu. Hə. O xəmirin su aparmaq məsələsi. Əsas odur ki, dövlət dəstəyi olsun, böyük bir mexanizm, laboratoriyalar yaransın, bunun üzərində yəni iş getsin ki, və bunu gələcəyə tətbiq edək. Müəllim demişkən, qədim Azərbaycan qədim təsviri sənəti anlayışını ortaya qoya bilək, çıxardaq bütün dünyaya. Mümkünsə bu yerdə mən istəyərdim ki, İldar müəllim fikrimi bölüşdüm. Niyə görə? Deyək dedim ki, bizim hamımızdan çoxdur onun peşəkar müəllimliyi. Digər bir tərəfdən də nazirlikdə işləyəcək onun xətti ilə Pakistandan üzü belə, Türkistandan üzü belə və üzü Anadoluya qədər gedib və bu gün də getməkdədir və bu gün də bunun maarifçiliyini, bunun elmini öyrənib həm də gənclərə tədris etmək məsələsidir. Baxın, Nilüfer müəllim, bu getmirsən Sovet vaxtından üzü bəri və bu yaxınlarda da Türkiyədə olub gəlmirsən. O müəllimin dediklərinə şübhəsi də bu. Mən elə bir ki, göyləri çək. Amma sonuncuda bu laboratorla düzəlməyi və sizin ki, o türklərlə əlaqəniz, pedaqoji iltiması, bağlantılar falan, bax, onu necə görürsünüz? Xahiş edirəm, bax, elə oradan başlayaq, onunla da gedək. Birinci, onu deyim ki, hər bir şey istəkdən asılıdır. İstək çox ola bilər, amma o istəyin dalında elə şeylər gizlənir ki, yəni istəyin dalında maddiyyat gizlənir, istəyin dalında təchizat dayanır, müəyyən dostluq əlaqələri, yəni filan və ən başlıca da dəstək öz rolunu göstərəcək bir şeydir. Yəni bu filmi başladılar, xeyirli, uğurlu olsun, davamı gəlir. Mən düşünürəm ki, indi biz də öz növbəmizdə, yəni ki, müəllim paylaşıb kimlərlənsə də, mən də indi öz tələbələrimlə, nə bilim, ətrafımla, müəllim yoldaşlarımla, hamısı ilə paylaşacağım ki, heç olmasa təsəvvür olsun. Nəyə görə bunu mən vurğulanıram? Mən çox istəmirdim bunu şeyini. Bu yaxınlarda bir söhbət oldu, yəni dövlət səviyyəsində olanda və qayıtdım ki, bu ikinci sinifdə o formada miniatürün təbliğindansə, onu təbliğ etmək düzgün deyil. Yəni miniatür elə bir şeydir ki, onu hər adam qavraya bilmir. Hər adam onun başa düşə bilmir. Hər adama sən onu izah edə bilmirsən. O müəyyən bir şeydir. Yəni ki, yenə də deyirəm, bugünkü bu sosial şəbəkələrdən uşaqların hamısı, üzr istəyirəm, kitabdan çox hamısı sosial şəbəkələrdədir. Yəni, belə şeylər, yəni sizdə olan materiallar ki, yaxşı ki olur, biz onları göstərək, təbliğ edək. Bu heç olmasa pis yollardan çəkək. Ədalət deyirsiniz, əxlaq deyirsiniz, təzədən baş qaldırın. Zaman konkret olaraq, üzr istəyirəm, bunlar hamısı əla üzrədir. Sadəcə bizim bu oturduğumuz məqsədimiz nədir ki, nə verəcəyik? Bax, siz bu yaxınlarda gəndə deyirəm, Türkiyədə oldunuz, o bir geniş sənət məktəbində oldunuz. İndi bax, gələcəkdə bax, bunlardan istifadə edək. Neynəmək olar ki, bu gücümüzlə ki, bu məktəbin heç olmasa bu aşılanma söhbəti. Və üzr istəyirəm, bilmirsiniz bir şeydə. Müəllim də Təhsil Nazirliyinin eksperti kimi, bütün o müəllimlərin sertifikasiyası, hamısı orada da iştirak edir. Yəni, söz eşidirən adamdır. Bax, onunla necə görürsünüz və gələcəkdə necə düşünürsünüz, onu nə etmək olar? Heç olmasa, bax, indiki vəziyyətdə. Ən azından kimsə, yaxların müəllim dedi, Elçin müəllimin yaxşı bir sözü var ki, onların o dilin tapmaq, əsas məsələ odur. Nəyə görə deyəcəm, mən indi biraz dilin qoyub obursunu keçməyək. Bir neçə il öncə bizdə Nizami Gəncəvinin yubileyi keçirilən ərəfədə hərə qaçdı oraya, biraz dedikodular oldu, Fars oradan qalxdı, dedi ki, Nizam bizimdir, bizimkilər yenə başladılar sübut eləməyə. Bunun asan bir yolu var, Mən onu Mədəniyyət Nazirliyinin işçilərinə də o vaxtı söylədim. Yəni, ətrafda o kimlər ki, o məşğul olurdu o yubileylə, söylədim ki, bunun bir də asan yolu, gedirsən, bilet alırsan, uçursan Moskvaya, Moskvada Şərq ölkələri Dövlət Muzeyi var. Nizami Gəncəvinin əl yazmaları oradadır. Şəxsən mən orada Nizami Gəncəvinin əl yazmalarını görmüşəm. Onun 1100
41-ci ildə anadan olandan sonra da tutaq ki, həddi buluğuna çatanda bir 20 yaş 20-30 yaş 30 yaş arasında çəkdiyi o insan bədəninin qan damar sistemi o vaxt rentgen var idi, heç nə yox idi. Məhz ona görə ona şeyx veriblər. Məhz o şeydə mübahisə nəyə görə yaranır ki, Nizami Gəncəvi farsdır yoxsa Azərbaycanlıdır? Fars zad deyil. O əslində Qaxın Qum kəndi var. Orada anadan olub. Orada olmuş. Hə, Qum kəndi orada anadan olub, sonra köçüblər Gəncəyə. Qum kəndi, Qum şəhəri də İranda var. Bax ona görə mübahisələr gedir. Yəni bu adi bir faktdır da. Yəni onları deyiblər. yox, mən nəyə görə gətirirəm? Yəni onu nə qədər mən dedim, nə qədər şey elədim, sonra o həmin o haçarı tapa bilmədim. Başa düşsün ki, o yeridim deyim ki, get-gedən mən bilirəm ikinci adam kim var, ora gedib həmin o şeyləri Bu vaxtı gediblər, gətiriblər, Sovet vaxtında oldular hamısını. Şeydə İngilis, fransız, alman dillərinə çevirmək olar. Filmi? Hə. Olar. Heç bir problem. Gürcü rəsm məktəbi var. Onların öz dəstə xətti var. Gürcüstan rəssamları. Məsələn, onlarla biz rəssamlar, Azərbaycan rəssamlarının əl işlərinin baxımında seçilir. Yanaşma, rəng, kompozisiya, forması hamısı seçilir. Onun mənə gəlir ki, İrəvan miniatür rəsm məktəbi O da təsir edir. bu Ruslar oranı alandan sonra orada artıq o məktəb dağılıb, üzü Tiflisə tərəf onlar dağılıblar. Gözəl fikir. Gözəl. Demək Və onların ilk rəssamı Nika Pirosmani Pirosmani dövrü. o həmin o miniatür məktəbindəki olan rənglərinəcən, monokrom rənglərinəcən oradan götürülür. Həmin o rəngarlıq mağazasında Gürcüstan Rəsm Akademiyası onun üzərində qurulub. O dəstə xətlə onlar inkişaf edir. Çok güzel diyorsun. Doğru. Nəinki rəsm məktəbi, həm də saz məktəbi. Tambur. Oradan gəlib bu aşıq məktəbi gəlib Hüseyn Gürcülərinin aşıqları var, yetim Gürcü. Gürcü deyə. Adı yetim Gürcü. Ermənilərin də var. Amma oxuyanda türk dilində oxuyur. Ya bilirsən, o böyük bir tarixdir. O bıçaqların 12-ci əsrdə. O heç, o yerindən bu Görürsən miniatürün ne kadar bilgiler var burada. Bunlardan istifadə eləməlisən. Bu ilgən mən deməsəm də olur. demək bu kişi ilə bərabər biz getmişdik Tiflisə, Azərbaycan Mədəniyyət Günlərini sərgilədik. 12-ci il idi, 13. Nəysə, getdik biz ora, sərgi açdıq, elədik. Qoy sən deyən olsun, yaxşı. 13-də bizim sərgimiz olub. Başım, demək, sərgi açılışında, demək, orada Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının prezidenti gəldi. O prezident də kimdir? Vaxtı ilə Gürcüstanın Mədəniyyət Naziri olan Asitsiyani. Gəldi, məni gördüm, mən Mədəniyyət Nazirində işləyəndə bunlar gəlmişdilər Bakıya. Mən onları qarşılamışdım, eləmişdim. Açılışı o elədi, mən çıxış elədim. Sərgidən sonra yaxınlaşdı ki, neçə gün buradasınız? Biz də dedik, bir gün. Bir gün qaldıq da orada faktiki. Bir gün qaldıq da, həmin gün sərgi gəldi ya. Bir gün. Nəysə, dedi ki, bəs nə istərsiniz? Dedi, səhər gedirik. Mən eşitmişəm ki, burada Pirosmani'nin sərgisi açılır. Bax, qayıtlı belə güldü. Dedi ki, ya daleko niye ministr kurtarır. Nəysə, amma kişi kimi sözünü əməl elədi. Bir də gördük, gəldilər hamısı, bizi dəvət eləyənlər zətlər ki, bəs açıblar sərgini siz üçün ki, gedib siz baxasınız. Xahiş edib ki, mən sizə. Xadnoya düşüb. Yox, Xadnoya yox. Axşam saat 9 idi təxminən. Siz axşam. Gürcülərdə var. O şimdi nəysə, getdik, qış ayı idi özdə. Getdik orada, baxdıq, elədik. Baxırıq, Pirosmani'nin orijinalda qoyublar. Özdə bir şey mənim nə xoşuma gəlibdir. Yəni, çox işlərini heç bərpa eləməyiblər. Tökülübdür, kraska tökülübdür. Görürsən ki, altında plyonkanın üstündə işləyir. Nəyəsə üstündə işləyir və orada bir neçə dənə İrəvanın işləri çıxdı. Kopya.
Kopya yox, orijinal. Onun Orijinal. orijinalları var orada. O eyni dəsti xətdir. Bax elə nə deyirəm ki, İntiqam müəllimin sözünə qüvvət gəlir ki, ondan qidalanıblar bunlar hamısı. İrəvanın adı İrəvanı yazılmayıb O işte. soxuşturma O sonra çox illər sonra, yəni ki, mən gəldim burada, müəyyən adamlara dedim, onlar getdilər, çıxdılar, fonda çıxdılar. İndi o əsərlərin bir hissəsini alıb gətiriblər. Şükürlər olsun. Şükürlər olsun ki, indi bu şeydə, yubileydə o əsərlər var idi. Məsələn, siz gedib Şuşada, Şuşada Xan Sarayında olan işləri görürsünüz. 18-19-cu əsrin işləri var orada. Orada baxanda rəssamın dişinə batmaz o şeylər, amma rəssamın böyük rəssamdır və əlbəttə ki, öz mənbəyini, özünü tamamilə oradan götürüb, elə götürüb o xalatı da geyinib əyninə məsələn, yəni ondan da utanmıyor. Burada söhbət Rövşən müəllimin yaradıcılığından gedir. Yəni orada Əli bəydir, sonra hörmətli Hacı Eldardır, sonra Məmməd Hüseyndir, gözəl danışırlar. Sağ olsunlar, bir çox maraqlı bir şey olub. Mən deyərdim, sizi təbrik edirəm ki, siz artıq xəstələndiniz. Harda xəstələndiniz? Yaxşı mənada xəstələndiniz. Burada Demək, yox, xahiş edirəm. Mənə imkan verin fikrimi axıra qədər deyim. Deməli, mən mütləq biraz geriyə dönüb 87-88-ci illər idi. Şeydə mən Azərinformun binasında otururdum. Orada Kitabsevərlər Cəmiyyətinin şöbə müdiri idim. Mən balaca bir informasiya düşdü ki, Şeyx Səfi kitabxanası 1828-də General Paskeviç tərəfindən Ərdəbildən daşınıb Tiflisə, Tiflisdən də hal-hazırda Saltıkov şədrindədir. Və o informasiyanı verirdim və böyük bir dövlət qəzetində, Azərbaycan qəzetində o balaca informasiya həmin gün ən şey oldu. Populyar. İki kəlmə şey. Mənə sonra uşaqlar orada dedilər. Biz bir binada, Azərinformda bir binada otururduq. Nizami Kinoteatrın Sinjinqanın üstündə. Neysə, mən Əkrəm Cəfərə bir dəfə yaxınlaşdım, Allah rəhmət eləsin. O da əruz vəzninin bilicisi olub. Ən bir nömrəli ekspert olub. Dedim, ay Əkrəm Cəfər, Əkrəm müəllim, bu nə mənətdə bu Ərdəbildəki olan Şeyx Səfi kitabxanası? Deyir, siz indi deyir saydığınız o böyük günəşlər var ha. Oranı mənimsəyəndən sonra görəcəksiniz ki, onlar əksəriyyəti solğun bir ulduzlardır. Yəni onu bilmədən, hələ ora sahib olmadan bizim hələ çox bilmədiyimiz şeylər var. Özünüzü. Yəni mən çox istəyirəm ki, bu filmin nəticəsində sizə çox böyük bir dəstək olsun dövlət səviyyəsində və sizə ora dostluq verilsin, tərcüməsi ilə, o əski əlifba ilə filanla zadla. Çünki Şeyx Səfi kitabxanası 1828-ci ilə qədər elə bir şey keçib və o əvvəla dövlət statusu alıb. Yəni dövlət kitabxanası və onun müdiri 4-5 vəzirdən biri sayılıb. Yəni miniatür rəssamı olub onun müdiri o vaxt üçün. Yox, rəssam olub-olmayıb, o məmur sayılıb. Yox, onun müdiri maaşlı məmur. Deməli, Dərbənddən Təbrizə qədər bu ərazi o deyirlər ki, Eden bağları dünyanın ən mərkəzidir və ona görə burada axın, tək ipək yolu, tək mal alveri olmayıb. Buraya ideyalar da gəlib buradan keçib, süzülüb və burada akumulə olub. Və onların əksəriyyəti də Renesans dövrü ən şərqin inkişaf edən vaxtı məhz o zamana düşüb, onlar hamısı da orada akumulə olub. 15-16-cı əsrdə. Akumulə olunub və tərtibat şeyi olub və kifayət qədər də mötəbər bir mənbəydir. Mən çox istəyərəm ki, elə sizə dəstək olsunlar. O artıq bir missiyadır. Bu sizin çəkdiyiniz iş o dövlət televiziyasının bir sifarişi falan o öz yerində. Ancaq bir misyon var. Hər adam indi bir misyon eləyir. Mən misal üçün bu studiyada özüm etiraf edirəm ki, mən qoyduğum məsələ minillik proqramdır.
mənim o Xudu Məmmədovdan qalan, mənim o tələbələrimdən qalan bir loqom var və onu hamıya da göstərirəm, o loqonu. Ki, yəni, bax, bu fiqurlar bizim elə həmin o Qobustanda olandan gəlir, miniatura da keçir, insan fiqurlarıdır. Və sonda bax, bu dünyanın modelidir. Görsən, heç kəsə mane olmur. Hamı hüzün içində yaşayır, Bax, büyüyür. bu gün dünyaya tələb olunan harmoniyadır. Harmoniya. Biz nə qədər ki, günəş sistemində var ola, biz təbiətin qanunundan qırağa çıxa bilmərik. Biz nə qədər ki, son 300 ildə o təbii qanunları pozmuşuq deyilik. Cəzasını Ona görə də onu indi, bəli, bax, onun fasatlarını diyor. Gözəl. Və ona görə də o həmin mənəviyyat deyilən 3 E var da, bir varlığın var olması üçün onun ekolojisi var, onun ekonomisi var, bir də onun estetiki var. Ekonomisi ilə ekolojisi pozulanda o bərpa olunur. Ancaq onun estetikası 3 ayaqda, o şamanların şeyi var, qabı 3 ayaqlı. O biri pozulanda o varlıq aşır. Ekonomisi ilə ekolojisi elədir ki, onlar bərpa olunur. Biraz tez, biraz geç, bankrot olur, sonra bərpa eləyir. Misal üçün, Yaponiyadır, Almaniyadır, müharibədən çıxırlar, qalxırlar, bəli. Ancaq estetikasını itirəndən sonra o bərpa olunur. Estetikanın içində yəni hər şey gedir də, əxlaqı da gedir. Bəli, o ən vacib əyaq odur ki, onu qorumalısan, onu yaşatmalısan. Gözəl, nə gözəl.